Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Əlim yandı, bir dənə evimiz sıxıbdı. 55.000 manata. 3,5 sotdadır, 3 otaqlıdır evimiz. Şəxsi tikili həyət evidir. Bax belə bir geniş həyəti də var, 2-3 maşınlıq həyəti də var. 3,5 sotdadır həyət evimiz. Harda yerləşir? Masazırda. Masazırda Şok Marketin yaxınlığındadır. Yəni Şok Marketdən yuxarı hissədədir. Bu qəbristanlığa gedən yol var. O yolun sağ hissəsindədir. Tam yaşayışlı ərazidir, hörmətli izləyicilər. Bu evin böyrünü də göstərdik. Orada sanitar qovşağı da var, ayaq yolsu. Burada kladovka üçün nəzərdə tutulmuş yerdir. Keçək bir otaqları da təqdim eləyək. Bax, həyətini bir dəfə də göstəririk bu yandan. Yəni görürsünüz, geniş belə bir həyəti var. Sağında, solunda gül çiçək əkmək üçün yeri də var. Gəlirsiniz, baxırsınız, yəni bu qiymətə bugünkü gün Masazırda ev yoxdur. İnternet xəttidir, kombidir, yəni kombi aparatına kimi hamısı quraşdırılıbdır. Tam yaşayışlı evdir, hörmətli izləyicilər. Hal-hazırda da yaşayış yoxdur. Sanitar qovşağını gördünüz, girən kimi sağ hissədədir. Solda bizdə bu plastik qapı mətbəx hissəsidir. Qayıdacağıq ora, gedək bir otaqları göstərək. Birinci bu otaqla başlayaq. Bir yataq otağıdır, hörmətli izləyicilər. Bu bir yataq otağıdır. Qiymətdə mükəmməl qoyulubdur. Yəni 55.000 manata 10 günə bu ev satılmalıdır. Satılmasa satışı dayandırılacaqdır. Onu da nəzərinizə çatdıraq. Bu ikinci otaqdır. Üçüncü otaqdır, əstağfurullah. Üçüncü qonaq otağı idi. Keçək mətbəxdə göstərək. Mətbəx mebelinə kimi də quraşdırılıb. Belə bir mətbəxli də var. Əlaqə nömrəsi profildədir. Zəng eləyirsiniz, gəlirsiniz, baxırsınız. Kim olsa Allah xeyrin versin. Hər kəsin evi olsun. Hələlik bu qədər. Sağ olun.